Salam dostlar. Bugün mən sizə Family and Friends kitabının davamını izah edəcəm. Lesson 1. Birinci tapşırıq. Listen, point and repeat. Qulaq as, göstər və təkrarla. Pen, qələm. Rubber, pozan. Pencil, karandaş. Ruler, xəttkeş. Book, kitap. Listen and read. Qulaq as və oxu. Look at the train, Rosie. Qatara bax, Rosie. A train, oh, Billy. Qatar, oh, Billy. They're my school things. Bunlar mənim məktəb əşyalarımdır. Look, what's this? Bax, bu nədir? It's a pen. Bu qələmdir. And what's this? Və bu nədir? It's a rubber. Bu pozandır. That's right. Bu düzdür. Can I have my school things, please? Məktəb əşyalarımı ala bilərəm? Okay, here you are. Bəli, ala bilərsən. Your pencil, pen, ruler and rubber. Sənin karandaşın, qələmin, xəttkeşin və pozanın. Keçirik ikinci səhifəyə. Listen to the story again and repeat act. Nağıla bir də qulaq as və təkrarla. Rol oyna. Look and say. Let's learn. Bax və söylə. Gəlin öyrənək. What's this? It's a pen. Bu nədir? Bu bir qələmdir. What equals what is? It equals it is. Bu tərəfdəkilər ümumi sözün qısa formasıdır. Write. Yaz. What's this? Bu nədir? It's a pen. Bu qələmdir. What's this? It's a rubber. Bu bir pozandır. What's this? It's a pencil. Bu bir karandaştır. What's this? It's a ruler. Bu bir xəttkeşdir. Point, ask and answer. Göstər, soruş və cavab ver. What's this? It's a pencil. Bu nədir? Bu bir karandaşdır. Pen, pencil, rubber, ruler, book. Keçirik o bir səhifəyə. Lesson 3. Tapşırıq 3. Listen, point and repeat. Qulaq as, göstər və təkrarla. Bag, çanta. Folder, papka. Door, qapı. Window,
Pəncərə. Bookcase. Şkaf. Listen and sing. Qulaq as və oxu. Listening 14. Listen and sing. Open the book. What's this? What's this? It's a book. Open the book. Close the book. What's this? What's this? It's a door. Open the door. Close the door. What's this? What's this? It's a bag. Open the bag. Close the bag. What's this? What's this? It's a window. Open the window. Close the window. Keçirik o biri səhifəyə. Listen, point and repeat. Qulaq as, göstər və təkrarla. Apple. A. Apple. A. Alma. B. Bird. B. Quş. Cat. Pişik. Dog. It. Listen and chat. This is an apple. A apple. Bu bir almadır. Bir almadır. This is a bird. B bird. Bu bir kuştur. Bu bir kuştur. This is a cat. Bu bir pişiktir. This is a dog. Dog. Bu bir ittir. Listen to the sounds and join the letters. Səslərə qulaq as və hərflərə qoşul. What has the dog got? İtin nəyi var? Listening 17. Listen to the sounds and join the letters. A. Apple. D. Dog. B. Bird. B. Bird. C. Cat. D. Dog. C. Cat. Listening 17. Listen to the sounds and join. Read and circle the sounds A, B, C, D at the start of the words. Sözlərin başlanğıcında oxu, dairələ. Səsləri oxu, dairələ. A, B, C, D. At sözlərin başlanğıcında. The cat likes birds.
Pişik quşları sevir. İngiliscə pişik C ilə başlayır. Buna görə C-ni dairələyib. The dog likes apples. It almaları sevir. Burada dog D ilə başlayır deyə D-ni dairələyirik. Here's the cat with the bird. Burada pişik və quş var. İngiliscə cat pişikdir və cat C ilə başlayır. Buna görə C-ni dairələyirik. Here's the dog with the apple. Burada it alma ilədir. Dog İngiliscə it deməkdir və D ilə başlayır. Buna görə dairələyəcəyik. Keçirik o biri səhifəyə. Sağ olun dostlar. O bir videoda görüşərik.